Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Aparıcı Vüsalə Əlizadə ikinci dəfə böyrək köçürmə əməliyyatı olduğunu bildirib. O bu barədə Fərbizə görə proqramında danışıb. Vüsalə bildirib ki, anasının ona verdiyi böyrək fəaliyyətini itirib. Bu dəfə ona böyrəyini bacısının həyat yoldaşı verib. Əlizadə ikinci böyrək əməliyyatı 8 il öncə baş tutduğunu qeyd edib. Vüsalə Əlizadə ilk dəfə bu haqqında Pərvizə görə proqramında danışıb. Vüsalə Əlizadə həmçinin aparıcının qızının atası ilə görüşüb-görüşməmədiyi ilə bağlı sual ünvanlayıb. Vüsalə Əlizadə qeyd edib ki, Diləyin atası 8 ildir onu heç axtarmır. Nə mesaj, nə zəng. Heç vaxt bu barədə danışmaq istəməmişəm. Hətta bəzi xəbərləri sosial şəbəkədə gizləmişəm ki, Dilək onlarla qarşılaşıb onun psixolojisinə təsir etməsin. Onun atası onu heç vaxt, yəni 8 il bundan öncə axtarıb və ondan sonra heç vaxt Vüsalə Əlizadə qızını axtarmadığını qeyd edib.